Bismillahirrahmanirrahim. Allah Teala buyurur ki, siz məclislərinizə yaxşıları çağırırsınız, yaxşılarla oturub durursunuz. Mən isə hamını çağırıram, yaxşıları da, pisləri də. Mənim aləmimdə pis yoxdur. Sizlər dəvətnamə yazırsınız, qonaq çağırırsınız. Mən də öz bəndələrimi qonaq çağırıram. Nə vaxt? Ramazan ayında. Siz qonaqlıqda dünya nemətləri verirsiniz. Mən isə qonaqlarıma nə verirəm? Siz yeyənsiz, mən yeyən deyiləm. Ona görə də dünya nemətləri mənim süfrəmdə görünməz. Mən dünya nemətlərini öz qonaqlarıma rəva bilmirəm. Onun ləzzəti dildən damağa candır. 4 saat bədəndə qalır. Sonra isə ifraz olub gedir. Mən öz qonaqlarıma özümə layiq qonaqlıq verirəm. Mənəvi süfrəyə dəvət edirəm. Çalışın bu mənəvi süfrənin kənarında siz də əyləşəsiniz. Dəvətnamə yazırsınız. Mən də dəvətnamə yazıram. Sizi dəvət edirəm. Nədir mənim dəvətnaməm? Quran. Göndərmişəm şəhr-ü Ramazanda mənim qonağımsınız. Mənim qonaqlarımı qarşılayan Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm və qonaqlarımı yola salan Əli əleyhissalamdır. Əziz dostlarım, gəlin biz də bu qonaqlığa dəvət almışıqsa dəvəti qəbul eləyək. Çünki ev sahibi görün kimdir? Uca Allah, yeri göyü yaradan Allah. Yəqin ki, Allah Teala bizi əli boş yola salmaz. Və salam aleykum və rəhmətullahu və bərəkatuhu.